Deməli, xoş gördük hər kəsi. Bu dəfə burada təkram ədəbiyyat təhlilində Axundzadənin deməli Mişirordan Dərviş Bəstəri Şah əsərini, bir də Ağlamır Kəvakib əsərini nə edəcəyik? Şiddətli şəkildə sual-cavab edəcəyik. Xalqımız istəmir düşsün. Ona görə siz suallardan və cavablardan həqiqəsində cavablarınız olsa aşağıda yaza bilərsiniz, yəni rəy bölməsində. Deməli, başlayaq. Kimdən başlayırıq? Əslində araşdırma sualı vermişdik, ona artıq cavab verdik ki, niyə Xacə Mübarək? Bilə-bilə ki, 2 həftədən sonra Şah Abbas gələcək. Amma yenə də neynədi? 100 sərəcə hər şey açıq olduğu kimi dedi. Deməli, məsələ neymiş? Məsələ o imiş ki, o Şah Abbasa sadiq imiş. Buradan... Tezdən başlayayım mən. Yox, uçuş rejiminə qoymamışam. Uçuş rejiminə qoyum. Ana uçuş rejimi. Aha, uçuş rejiminə qoyduq. Işıqlar vurdum deyəsən, işıqlar qaytaram. Çünki üzüm qoyum. Demişəm də mən əslində ağa, sadəcə olaraq burada qara düşürəm. Real həyatda ağam, elə? Mən köynəmdən yoxsa ağam. Deməli, gəlir davam edək digər suallara. Aldanmış Kəvakib. Şah Abbas kimdir? Şah Abbas necə bir xarakterə malikdir? Kim gəl? Kim deyək özə mənə? Şah Abbas Səfəvin hökmdarıdır. Sonra 23 yaşında gəncdir, artıq 15 yaşından şahlıq titulunu yazanıb, 7 ildir ki o hökmdarlıq edirdi. O xarakterinə qalanda çox mənfi insandır. Çünki öz övladları belə üstündə gözlərini çıxardır. Bəli. Bəli, yarısını birini ölçülür, bəli, ikisini gözünü çıxartır və s. Yəni, sadəcə onun üçün adi bir şeydir. Onun üçün adi bir şeydir. Yaxşı, bu səbəbi ilə Şah Abbasın Yusuf Sərracı müqayisə eləsək. Məsələn, Yusuf Sərracın həyata keçirdiyi hansı islahatda sırf Şah Abbasın əksinədir? Və hansı əməllər, hərəkətlər fərq yox? Yusuf Sərrac hakimiyyətə gələndə deməli, xüsusən İmamlı vergisini ləğv daha sonra küçələri genişlətdi, quyuları bağlatdırdı, insanlar... Səbəbi, düz danışırsın. Amma məsələ nədir? Xüns və İmamlı vergisinin ləğv elətdirilməsi mən əlaqələndirərdim Axund Səmədlə. O Axund Səməddir. Düz vergi siyasəti yenə də aşağı-yuxarı Şah Abbasa gəlib bağlanır. Quyuların bağlatdırılması. Kim quyuları açdırmışdır? Sərdar Zamanxan. Görürsünüz. Orada nəyə diqqət eləməlisən? Bir, cəmaat niyə üsyan elədi? Cəmaat ürəyinə ilk xofarda düşdü. Gördülər ki, İnsanlar artıq küçələrdə asılmırlar. Asılmır, deməli düşündülər ki, bizim tənəmə yeni hökümdarımız necədir biridir? Zəif biridir. Sonra, məsələ, orada öz adamların təyin eləməsi, Şah Abbasın adamların vəzifədən uzaqlaşdırması filan. Bunlar var. Aysə, sonra hansı, bu 4 nəfər tutdu Akı zindana, bu heç. Bu 4-5 nəfəri də Akı zindana. Bir də onu cəzalandırdı və başqa peşə sahibləri də var, vəzifə sahibləri var daha doğrusu. Bu pul İvanlardan icazə vermirdi, artıq rüşvət alınsın. Konkret. Nə? Münəccim başı vəzifəsini ləğv elədi. Bir, niyə ləğv elədi? Ki, dövlətə heç bir xeyri yoxdur. Sonra? Bir də mənim, dindarlar məhkəməni aparırdılar, onlardan aldı, verdi, bəli, digər vəzifə adamlarına. Sonra, aha, dedi. Bəli, Miraxoru niyə işdən çıxartdı? Miraxor yaylaqda Miraxor yaylaqda oxuyurdu, hə? Otarmaq adıyla, nə bilim, pul fırladırdı, sonra? Onu dedilər, sonra? Orada elə yazılıb, biləm? Darğalar mənimcə kənd xudalar. Qəzvin Bəylərbəyisini niyə işdən çıxartdı? rüşvət alır, xalqdan hədsiz rüşvət alır. Aha, sonra kənd xudanı. Təmiz saxlamamışdı. Şəhəri təmiz saxlamamışdı. Aha, sonra. Toxlanın əmrində... Bəli, bir nəfər də xəzinə ilə bağlı cəzalandırmışdı. Kimi xəzinədar xəzinəyə qəlb pul daxilləmişdi, onu da cəzalandırıb işdən çıxartdı ki, bəs bu xəzinəyə qəlb pul sal. Yaxşı, bir deyir ki, Xacə Mübarək Şah Abbasa sadiq idi, ona görə də bütün Yusuf Sərracın əmrlərini yerinə yetirdi. Yəni, hər şey açıq olduğu kimi dedi. Başqa biri də belə var idi. O kim idi? Bəli, Fərraşbaşı Əsəd bəy. O da Şah Abbasın məmuru idi, amma verilən əmrə görə Yusuf Sərracın bütün deliklərini nə edirdi? Hər kənd yerinə yetirirdi. Yaxşı.
Belə deyək də, Münəccimbaşı Mirzə Sədrəddin gəldi ulduzların toqquşma xəbərdarlığını gətirdi. Yeri gəlmişəm, burada sizdə var da ulduzlu falanlara inananlar, bürclərə inananlar. Sizi Şah Abbasla bağlayan dəyərlər var. O da inanırdı. Aha, Münəccimbaşı gəldi, xəbər gətirdi. Bəs Münəccimbaşın tələsməyi nədə idi? Niyə tələsmişdi o? Nədə tələsmişdi və bu ona necə başa gəldi? Çünki qabağa düşmək. Ondan qabaq Səbinə. Onlar istəyir ki, qabağa düşsün, şahın yanında hörmət artsın. Lakin çarəsi tapmadığına görə də Az qalmışdı ki, bəs onun ölümdən üzrə qalma səbəbi nə oldu? Kim oldu daha doğrusu? Sərxarşda Səməd deyir ki, bəs onun şey var idi, Hə, ədavət. ədavəti var idi ki, onu öldürmək istəyirdi. Lakin Sərdar Zamanxan buna icazə vermir ki, bəs ölməsin. İcazə yox, o qanun arasına girir də. Qanun arasına girib niyə ölməsini istəmirdi? Çünki ona görə ki, bilirdi ki, o öləndən sonra da gəlib deyəcək ki, sən çarə tap. Bəli, orada cümlə belədir. Belə yazılır ki, Sərdar Zamanxan hərçənd qoşun əhli idi, qılınc əhli idi. Amma güya ürəyi yumşaq adammış. Mən heç elə bilirdim, o qədər Təbrizə, Sərhəddə qədər hər şey, Sərhəddən Təbrizə qədər hər şey dağılan adam, heç bir ürəyi yumşaq adam ola bilməz. Yaxşı, Vəzir Mirzə Möhsünün xidmətləri. Vəzir Mirzə Möhsünün xidmətləri. Hə, ey xalq. Hə. Orada ki, sizin atanızın dövründə xəzinə işbacı olmayan vəzirlərə görə xəzinə boşalmışdır. Mən də yeni bir təklif verib ki, hansı nökərlər ki, vəzifəyə daxillər, onlar şaha hədiyyə göndərsin, ya da ki, hansısa əmrin evinə gedəndə onlar da yenə şaha hədiyyə versin. Bu da vəziri nə edir? Rüşvətxor bilir, bəli, rüşvətxor. Bəs, mənə deyin görüm, bizim bu xəzinədarın, Maliyyə Naziri Müstəfə Mirzə Yəhyanın xidmətləri nədir, dırnaq arası? Necə? Mirzə Yəhya deyir ki, qoşuna və qulluqçulara maaş verilməsi mənim və padşahın imzası ilə olurdu. Mən də bir əvvəlcədən vilayət hakimlərlə demişdim ki, əlavə məktub yazacağam. Mən deyəndə, yəni, bu məvaiz verirlər. Bəli, bu yolla da xəzinədə pulun belə də çox olmasını təmin eləmiş oldu. Bu da güya bunun dövlətə nə imiş? Xidməti imiş. Xidməti imiş. Çarəni tapa bilmədilər. Çarə necə tapıldı bəs? Amin. Mövlana Cəmaləddin gəldi, Mirzə Sədrəddin Davudlu orada idi. Dedi ki, mən sizə bir mövzu barədə xəbərdar eləmək istəyirəm, ulduzlar barədə. Deməli, Novruz bayramına 15 gün keçmiş, Sərdarlı sülaləsindən olan birinin başına bir xət gələcək ulduzlardan. O da deyir ki, bəli, biz də elə bu mövzu barədə danışırdıq, gəlin təklifiniz nədir? O da deyir ki, gərək bəlaya layiq bir insan bu müddətdə... Kimdir bu Mövlana Cəmaləddin? Niyə sarayda deyildi? Mirzə Sədrəddindən əvvəlki millətin başı idi. Pensiya. Zaten təqaüdə çıxmışdı. Dövlət işlərinə maraqlanmır. Bəli. Dövlət işlərinə maraqlanmır. Yaxşı, belə bir sual verim hamımıza. Əslində, belə deyək, konkret şeyləri soruşsam, bunu yəqin hamımız bilərsiniz. Sizcə, Yusuf Sərrac, daha doğrusu Yusuf Sərrac yox, üsyançılar ərk qalasındakilər xilas eləməsəydilər, Şah Abbas ilə hakimiyyətə gələ bilərdi. Fikirlər. Yenə də gələr. Necə olur? Çünki səndən sonra çıxart etmək gələr. Sizcə, yaxşı, bu indiki dövrdə deyil, Şah Abbası kim danır? Şəhərdə xaos var. Xaos, əhali üsyandır. Bir də böyrdən çıxıb desin ki, mən də Şah Abbasım. Kim inanacaqdır onu? Yəni, Şah Abbası o dövrdə real görmüş nə qədər adam ola bilər? Və üzündən tanıyan nə qədər adam ola bilər? İndi biri kəndli paltarından çıxsın desin ki, sadə paltar desin ki, mən Şah Abbasın özüyəm. Sizcə bu nə qədər inandırıcıdır? Tanıyanlar var idi. Nə qədər? Əsəd bəy. Nə qədər adam? Zindanda olan. O xaos, bu adam var. Gizləndiyi yerdədir. Gelib, heç kim bilmədi bir yerdə gizlənir. Düzdürmü? Oradan çıxan kimi Əsəd bəyi görmək ehtimalı da var da. Xacə Kim? tanıyanlar çoxdur. Nəyi tanıyanlar? Yəni, Əsəd bəy bilir Şah Abbas hardadır. Xacə Mübarək bilirdi. Bilmir. Bizim Onun yerini kim deyir üsyançılara? özümüz. Mövlana Cəmaləddin. Mövlana Cəmaləddin zindandaydı. Əgər zindandakılar zindandan çıxmasalar, Şah Abbasın yeni saraya hakimiyyətə qayıtma ehtimalı çox az deyir. Məsələn, Xacə Mübarəkə deyir ki, arvadlara aparır. Orada cümlə belə də gedir ki,
Şah Abbas heç kəsin bilmədiyi bir istiqamətə getdi. Hətta madam elə bilsin, niyə üsyançılar ona gedir Şah Abbas şey deyir, bəs Mövlana Cəmaləddin deyir. Yaxşı, oraya gəlir. Yox. Hansı fikir Axund Səmədi və Maranda olsa, paradoks olsa, Axund Səmədi Yusif Sərrazla birləşdirir? Hansı fikir? Münəzzim başlığa münasibət, bəli. Axund Səməd, yəni burada əsəri kimsə orijinaldan oxuyur. Axund Səməd münəzzim başı peşəsində ilə bağlı fikrini hansı sitatla ifadə edir? Orijinalda yazılıb ki, Peyğəmbərimiz buyurmuşdur, münəccimlər yalancıdırlar. İndi sizin şeydən çıxarılır o. Belə əsaslandırır ki, yəni Peyğəmbərimiz deyib ki, münəccimlər, yəni falçılıqda münəccimçilik yalancıdır. Aydındır. Yenə də bu cürə inanan var. Hətta Axund Səməd belə inanmır daha bu cürə, yəni demirəz. Ay nə bilir, yüksələn, düşən, enən, qalxan, hoppanan, tullanan. Nəysə. Ay. Oy. Oy. Sonra ki, harada qalır? Bu bir məsələ. Axund Səmədin Yusif Sərrazın zərrəsi gedir. Ona görə də deyir ki, bu nanəcib ölməm mən. Niyə? Niyə Axund Səməd Yusif Sərrazın öldürülməsini, məhz bu bəlanın onun başına patlamasını istəyir? Nə gözəl danış. Yerdən. Təkcə ruhaniləri. Yusif Sərraz dərdi təkcə ruhanilərlə idi. Həm də padşahla deyir ki, harada gəl danışır ki, padşahdan tutmuş, kəndxudaya qədər hamının fikri nədir? Boş-boş dənə məşğul bu xarıqı dolamaqdır. Bəs Yusuf Şahın Axund Səmədin şəxsinə münasibət nətərdir? Axund Səmədin şəxsinə, Orada deyir ki, mən deyir, sizi İranda bətin adamları da hesab edir. Ya siz deyir, Tiryək, Tipsiyə də deyir, dəli olsunuz. Onun dalınca gələndə, deyir, aya molla başı, mən deyir, şəxsinizi İranda ən ağlı və mətin adamlardan hesab edirəm. Ya siz dəli olubsunuz, ya da Tiryək ismisiniz, mən dedim, şəxsinə münasibət. Yaxşı, Yusif Sərraz, belə deyək də, bu vəzifəyə gəldi, gətirdilər daha doğrusu. Bu hər bir şeyi bilə-bilə mi vəzifəni icra eləməyə başlayır, yoxsa xəbərsiz olanlarla? Xacəm Barak hər şey açıb ağartmışdır. Bəs niyə Yusuf Sərraz bilə-bilə ki, burada cəmi bir-iki həftəlik yenə gələcəklər, amma... Uzay elmdə əslində, onsuz da ulduhissə inanmırdı ki, belə bir şey olacaq. Deyirlər, ən azından bu 2 həftə ərzində nə eləməyinsəm eləyim. Kim mənə Yusuf Sərrazın elədiklərini sayır? Kim? Yox, deyil. Birinci körpüləri düzəltdirir, mədrəsələr açdırır, şillər, korlar, onlara himayəyə götürür. Vergi məsələləri necə tənzimlədir? Vergiləri azal. Xüsusilə imammalı vergisini ləğv elədi, münəccim başı vəzifəsini ləğv elədi. Bir də orada şəhər və kənd əhalisinin vergi fərqi var. Kəndlərdən 20%, şəhərdən 10%. 10% vergi almaya başladı. Sonra? Daha sonra İdarə ilə bağlı, idarəçiliklə bağlı. İdarəçilikdə hamısını salıb, əhqalasına salıb, zindana saldırır. Molla başına, molla vəzifəsini verir Molla Ramazana, Zəkiyə verir Yahyanın vəzifəsini, sonra Gəlilə verir vəzirliyi və divan. Şah divan, Nəsə, başqa adına verir. Xanlıq ləqəbi ilə. Xanlıq ləqəbi ilə. Bəs ordunu? Ordunu isə verir Qurban bəyə verir, bəli, ordunu. Sonra bir də digər idarə etmə məsələləri. Ölkənin 4 tərəfindən kimlərə göndərir? Bağıcıları göndərir. Sonra məhkəmə işlərini, ruhaniləri hara bağladı? Maaşa bağladı ki, dövlətdən asılı olsunlar. Bəli. Sonra xalqı incitməmək üçün xüsusi qərarlar göndərir, xalqı incitməsinlər və s. bəyrəxi. Bu tipli məsələlər. Yaxşı. Belə bir sual verin. Sizcə üsyanın başlanmasına Yusuf Sərrazın günahı var? Var. Nədən? Birdən şeylər. Yox. O heç, onu bildik. Onsa istənilən xalq birdən-birə demokratiya hazırdır. Demokratiyanı verir, bunu öz başına kimi qəbul edəcək. Elə bu tuta günah. Yox. İkinci. Bəli, Şah Abbasın bütün məmurlarını zindana atmamışdı o. Sadəcə bu 5 nəfəri atmışdı. Amma Əmir Axurdu, Topxana rəisi, o ikinci, üçüncü onlar vardı və onlar elə üsyanı da onlar qızışdırdılar. Üsyanı olan xalqı onlar qızışdırdılar. Yəni Yusuf Sərrazın burada belə deyək, bir yumuşaq dinlərsək, günahı var. Aydın, yəni bu Yusuf Sərrazı mənfi obraz eləmiş, o demək ki, Ağil mənim Yusuf Sərrazı iddiası var. Yox, elə bir şey deyil.
Hə, bəs belə deyək. İngilizcə almamış Miss Jordan'dan danışaq. Sonra onu gətirib burada əlaqələndir. İki əsər arasında o inteqrasiya edək və sarı keçdiklərimizdə. Əslində burada var. Şah Abbas münəccimlərə inanırdı. Sərrac inanır. Yəni əsərimizin baş qəhrəmanı münəccimbaşı vəzifəsinin ləğv eləmişdik, bu işdən yarar. Amma bizim bir əsərimizin baş müsbət qəhrəmanı, daha doğrusu müsbət qəhrəmanı. Buna inanırdı. Bəli, bəli. İskəndərdə Feylan. Feylagus münəccimbaşlardan istifadə eləmişdi oğlun tali ilə bağlı. Yəni biz onu mənfi şeydə götürürük. Görürsünüz. Feylagusla da siz bağlayın şeylər. O şey inanın, düzlərə inanılan nəzərdə. Gəldik bu bir əsərəyə. Deməli, Dərviş Məstəri Şah, qadın obrazları. Bu obrazları kim təhlil edir? Kim danışmayanlardan? Buyur. Buyur. Şərəfnisə, Xanpəri, Şəhraban. Şəhrəbanlı, bir də Gülpəridir. Gülçöyrə. O elə onu bir də ağlamağını görür. Dur da. Deməli, Şərəfnisə 16 yaşlıdır. Şəhrabanlı onun anasıdır, 5 yaşındadır. Onları mən neynirəm? Şəhraban onun anasıdır, 5 yaşlıdır, elə? Hayır. 45 yaşlıdır. Neyle? Sən mənə xarakterlərlə danış. Şərəfnisə, belə deyim, yaşı az olduğuna görə düşünür ki, Bir oxumuyum. oxumuşam. Bunların hər üçünü birləşdirən cəhət o idi ki, üçü də avlam idilər, yəni cahil idilər. Amma o dövrə görə, o dövrün xüsusiyyətlərinə görə tənqid hədəfinə çevrilmirdilər. Çünki onlar o dövrdə elə görmüşdülər, yəni onlar üçün doğru oydu. Bunların hər üçünü birləşdirən o ki, gülüş hədəfidir, amma humoristik gülüşdülər, satirik gülüş deyirlər. Amma axırda əsərin sonunda yazısı onları tənqid hədəfinə çevirirlər. Belə deyək, sualı belə verin də. Şahbaz Fransaya getmək istəyir, onu yoldan çəkindirmək məsələsi var da. Biz yoldan çəkindirməyin hansı etapını şeydə görmürük? Əsərdə görmürük. Əsərdə görmürük. Və görürük ki, o artıq boşa çıxıb. Bu nişanlısı ilə Şərəflisə. Şərəflisə onu yoldan saxlaya bilmir. Yəni o hissəni, biz avtomatik gəlir Şərəflisə hansı ki ağlayır. Niyə? Çünki Şahbaz gedir, getmə gözümdən gedərəm özümdən. Aynıdır. Və indi anası. Bəs Şəhrabanı xanım Şahbazın qarşısını almaq üçün birinci olaraq nə elədi? Hakim xanımla. Əlim oranı göstərir. Xanımlarla danışmağı seçdik. Yox, birinci özünü çağırdı. Bu qaynana. Şahbazın özünə danışır ki, bəs sənin bir böyüyün yoxdurmu? O da deyir ki, mən əmimdən üstət almamış getməyəcəm. Ondan sonra gedir o da Hakan xanımla üstürər. Hədəmxan ağa versiyası niyə yaramadı? Vaz keçir və Hakan Sən Cünnar. Hədəmxan ağa versiyası niyə alamadı? Cünnar. Hətəmxan ağa çağırdı, Hətəmxan ağa gəldi və ona da məlum oldu. Elə birdən-birə gəldi çağırdı, mən razı çıxıyordum. Danışmışdı, mən Şahbazın özlüyünə, Müsür Jordan da ondan danışmışdı, razı deyildi. Hüseyin əsərdən danışırıq. Sən, Aytət. Düzdür, Hakan xanıma birinci qarşı çıxır, amma sonra Müsür Jordan onu başa salır. Deyir ki, mən onu aparıcı qoyacağım, həm də kraldan onun üçün bəxşiş alacağım. Yəni, bu sözdə biraz Hakan xanıma artıq fikrini dəyişdirməyə səbəb olur. Dəyişmə səbəb olur. Hədəmxan ağanın baxışlarındakı görün, cavab verməksən. Hədəmxan ağanın dünya baxışındakı məhdudiyyətlər nədədir? Nə gözəl danışır. De görüm. Hətəmxan ağa üçün onun Şahbazın bir dil öyrənməsinin bir önəmi yox idi. Deyirdi, yerdə qalan dillərdir, türkdür, farsdır, ərəbdir, rusdur. Bunları bilirsən, Frənç dilini bilməsən də olar. Əsas onların adət ənənələrini bilsən, kifayətdir. O da deyir ki, sən adam bilirsən ki, sən Parisə getməlisən. O da qayıdır orada onların adət ənənələrini. Deyir, hardan biri də Hətəmxan ağa bunu eşitdiklərini. Deyir, elə bizim bu Müsür Jordan'ı müşahidə eləməklə, söhbət eləməklə mən görmüşəm ki, bizdə hər nə adət var, onların tam bunu əksidir. Onların tam bunu əksidir. Əlavan var, deyiləm. Hayır olur. Əkslərini, sağ. Yani deyir ki, o biz deyir başımızı
başımızı qırxdılar, onlar başına torpaq qoyanlar. Bizim Fark. qadınlarımız deyir, gödək libas giyin, yəni topuqdan da. Bizim qadınların qısa geyirdiğindən sonra bəziləri fikirləşirlər, yox, tarqovdakilar, yox. Qısa geyər, yəni topuqdan qısa ki, buna məsələ demişdim. Bir də görsən, biri deyir ki, yox, səhv, bunu səhv edin, tərsin olmalıydı. Uzundan yerdən sürülən libas giyin. Aha. Sonra deyir ki, biz əllə... Sənə belə bir sual, xüsusi bir sual verim. Hətəmxan ağanın, bax, bu müqayisələrindəki hansı fikir aldanmış şəbəkədəki vəzirin nitqini qüvvətləndirir? Deyir ki, biz aşağı peş yaşalarıq, onlar küçüdəyik. Rüşvət məsələsi. Gör neçə idi qanımızdadır, bax. Hətəmxan ağanın dövründə. Ah bu rüşvət, ah bu rüşvət, ah bu rüşvət. Onun çocuğu kəsilməyəcək, biz ağ günə çıxmayacaq. Hə. Sonra, harada qaldı? Adət ənənələr. Adət ənənələrdə. Sonra bir də nə deyəcəkdim? Hə, deməli, hanımlar gördülər ki, boy, bu da belə getdi. Keçdilər B planına. B planı nə idi Aysun? Məstəri şah. O necə versiya ortaya çıxdı? Aha. Altı bəldə sıxırlar, peyda oldu. Məsələn, adlı onu şirrəziyə istəsə mən ərimdən boşalar. Görək, Xanpərinin sənin müqayisəsinə bax, istəsə məni ərimdən, kocamdan belə boşadar. Yəni, o qədər hökümlüdür. O vaxt ki, ərdən boşanmaq, görün nə qeyradır, indi ki, belə döyülür. Aydındır, hə, ərimdən boşadar. Deməli, Məstəli şahın bu xanımların saflığından istifadə eləməsi necə? Pul alırlardan. Hava ilə necədir? Orada pul əməliyle danışılmaz görünür ki, yəni qadınlar necə... İç yüzünün açılması, tipin öz dilindən ifşası var orada. Həm də bayağı böyük bir məbləğ istəmişdi. O məbləğ da nə idi əslində? Toyun tədarükü idi. Deyirlər ki, yox, bir iki tane boyun satarıq. 200 dənə deyir ki, boyun satarıq. Pulu bərpa edərik, deməli bayağı bir böyük məbləğ. Yetər ki, bu Şahbaz nə eləməsin? Getməsin. Hətta xanağın təklifləri. Bu, Məstəri şahın qadınlara təklifləri. Onu təşvik edir ki, ya Parisi partlatmalıdır, ya da Şahbaz bəyin bədəninə cins almalı. O da Şərəfnisə razı olsun. Şərəfnisə niyə Müsücodan boynu vurması istəmir? Çünki o qızı qoymuş, Şəhrabanı qoymuş. Yox. Şəhrabanı onun anası deyil. Yox. Şərəfnisə icazə vermişim, Müsücodan yaxşı adamdır. O həmişə mənə Şahbazdan gül qisət göndərir. Yaxşı, bəs Şəhrabanı üçün Müsücodan kimdir? Uşaq yerdən yox. Yəni o boyda alim, o boyda biyolog, nəbatat alimi bizim bu Şəhrabanı çox görüşlər bir firən. O nədir ki, onu boynu vurulsa yaxır. Gəl Şahbazın beyində xarab edib olsa. Nə? Narkan bəhsən, onu yapmamsa bəhsən. Bəs Parisin dağılma fikrinə kim müsbət yanaşdı, kimsə yox. Əslində birinci mənfi yanaşırdılar. Şəhrabanı xanımın özü də. Nə dedi? Biçarə Parislilərin Parislilərin neynəsinlər. Amma sonra fikirləşdi ki, yəni tək çıxış yolu budur. Ondan sonra da dedi ki, qoy dağılsın. Amma deyir, babalı oradakı yüz artıq... Bir videoda demişəm. Fikir, bu sayede Fransa bizdən yola gedir. Aslında əsəri oxuyurlar ki, Azərbaycan qadını 200 il bundan qabadan Parisin dağılmasını istəyir. Niyə bizdən yola geçsinlər? Bir dənə Şahbaza görə, fikirləşir ki, Parisin qocası, balacası, xəstəsi, sağlamı, böyük, kiçik, hamısı qırılsın. Zarafat gör, buna inanır. O qədər saf havandır ki, buna inanır ki, Məstəri şah bunu edə bilər. Və bu da, müəllifin hansılara müdaxiləsi yox, dramatik müəllif. Bu da Məstəri şahın dediğindən beri ki, bunlar da inanırlar ki, deyir. Mən burada olam, mən nə bilim, əqrəbim vurub, filan şey edəcək, filan şey edəcək, filan şey edəcək. Deyir, bu 15 gün vaxt vermişdi, yəni bir həftə 10 gün ərzində. Deyir, o xəbər satına qədər jüri satına. Mən arasında o təyin oldu. Bəli, o kinosuna yəqin baxmışdım. Bizə babaya boyundular. Yaxşı, sualı belə verir, məsələn, Səbinəyə sualı verir. Monsieur Jordan kimdir bəs? Monsieur Jordan Frank alimidir. Qarabağa otları araşdırmaq üçün gəlib, vətənpərvərdir, vətənini sevir. Şahbazı da ora aparmaq istəyir ki, həm onların yaxşılığının qarşılığını versin, ona bəxşiş versin, həmçinindəki öz vətənini yad bir adama tanıtsın. Maarifçilərin ümumiləşmiş obrazı. Bəli, ümumiləşmiş obrazı. Monsieur Jordan'ın Qarabağ haqqında, yəni buradakı
Qarabağ haqqında düşüncələri kimdir? Müsbətdir. Deyir ki, mən bura gəldim, gəlməsəydim həm də onda orada vurğulayır Şahbazın getməmə səbəbinin içərisində. Deyir ki, mən bura gəldim, bitkilər cənnətdir var, cənnət adı. Məsələn, mən bura gəlməsəydim, bura cənnət. Amma onun cənnət adlandırdığı yeri Şahbaz Qamışlıq adlandırırdı. Bu təbiətlə bağlıdır yoxsa? Yox, Bəli, niyə Şahbaz bəy buranı Qamışlıq adlandırır? Maarifçiliyə meyilli Yenilik Belə bir şey. Nə məsələn, mən olsam Şahbazı daha doğrusu. Heç elə görmə, Şahbaz maarifçi o demədik, xalq üçün məsələsi. Nə məsələn, müsbət fəxrətini gördü. Bu sırf özü inkişafını düşünür. Yəni, o xalq üçün bu inkişafdan istifadə edəcək, eləməyəcək, hələ orasını bilmirik. Məsələn, kimi nümunə gətirirdi o? Allah verdi. Harverinin nümunə gətirirdi ki, bəli. Bir firəngini bilməkdə nədir? Babat hörməti var. Aydındır, babat hörməti var. Amma bu Şərəfnisə xanım, ümumiyyətlə, Şahbazın xaricə getməni istəmir, yoxsa təkcə firəngistlər aysır. Aysır. Başqa yerə istəyir. Bəzən Tiflisə gedə bilər. Ondan da gedə bilməz. Yaxşı. Şahbaz yadda saxlamaq lazımdır. Şahbaz maarifçiliyə can atan gəncləri təmsil edir, müsürdansa maarifçilik özünü təmsil edir. Bunu yadda saxlayır. Şahbaz bəy ziyalı götürür. O da bilsin, hədir. O da bilsin. Belə bir sual verim. Bir daha. Müsürdandan niyə məsələ şahla qarşılaşanda pis olur? Aysa. Bəli, bu konflikt qütubları heç olur. Üzrə gəlmir. Nə burada, nə də aldanmış kəvakibdə konflikt qütubları heç bir halda qarşılaşmır. Müsürdanın Paris'in dağılma xəbərinin reaksiyası. Necə? Monsieur Jordan'ın deyir ki, mən tələskəni Arazın yanına aparmalısınız. Arazın yanına. Evet. Elə bu qədər. Amma mən Çapar gedəcək yanına çatmalıyız. Evet. Onun orada həyecanlanması var. gəlir Vay, su yeri yıkıldı, Paris dağıldı. Ha. Şahbaz söhbəti də orada. Ha, onu mən sizə demişdim. O deyilib Paris'i kimlər dadır? Cinlər, fritələr. Çünki bu məsələ şahın cinləri, fritələriymiş. O elə demir, o nifrətlə deyil. O kralın düşmənlərini cin ifriti adlandırır. Yəni o cinlər ifritlərini danışır. Bizimkilər fikirləşir ki, bu boyda alim əgər cin ifritəyə inanırsa, deməli, həqiqətən məsələ şah dağıdı buranı. Sadəcə bir təsadüf nəticəsində orada inqilab oldu. Nəzərə alsaq ki, o məktubun gəlmə vaxtı da var. Mən bayağı bir... Hə? Bu məktub oradan gəlincə, bu dağın təsir Nə? Oy, Axundov ümumiyyətlə ədəbiyyatımız çox unikal yer tutan adam. Yəni, həqiqətən onu yazdığı əsərə gitsək, xalq üçün yazıb. Yəni, maariflənmək, inkişaf eləmək, özünü təkmilləşdirmək, bu tipli məsələlər var. Biz de sen işine dememiş ya. Değiştirelim hala da inanılır falan. Boş şeylere. Yaxşı. Devam edelim. Kime sual verip? Ben bunu dedik, onu dedik, bunu dedik. Aldanmış Kevakip de orada. Böyle bir şey kalmadı. Bence bitirince de geldi Nazlı'nın soru. 28 mən. Bence bəsdir. Cəmaat da yorulmasın. Belə. Bu kadar. Devam edelim. Sağ olun, siz de eğer beğendiyse beğenme düğmesini basın, paylaşmayı unutmayın. Özünüzü koruyun, növbəti videolarda görüşürüz.